Hər kəsin hər şeyi bildiyi bir dövrdə yeniyetmə bir pomidor olmaq. Biri var imiş, biri yox imiş. Bundan daha azad olduğunu düşündüyümüz uzaq-uzaq diyarlarda bir dənə balaca pomidor yaşayarmış. Gənc, yeniyetmə, təcrübəsiz, yamyaşıl, dəliqanlı, populyar olmaq, pul qazanmaq, vacib biri olmaq üçün can atarmış. Hamı onu tanısın, hörmət göstərsin, cəmiyyət içində bir yeri olsun istəyərmiş. Özünü qırmızı, yetişmiş, olmuş bir pomidor kimi göstərmək üçün nələr eləyərmiş. İlahi, ayağı yerə dəymir, əyilsə elə bil beli sınar. Bilmədiyi bir mövzu olanda səsini çıxartmaz, hər şeyi görmüş, odun alovun içindən oynaya-oynaya çıxmış biri kimi davranarmış. Eynəyinin üstündən bilmiş baxıb, cəmiyyət içində artistlik eləyərmiş. Hamı onu ən yetişmiş, ən olmuş, ən sulu, ən qırmızı pomidor olduğunu düşünsün deyə. Danışıqları ensiklopediya, içdən isə nağıl qəhrəmanıdır. Böyük bir bazarda var olmağın ağla ilk gələn yolu buymuş sən demə. Kifayət qədər yetişməmiş, təcrübə əldə etməmişkən yetişmiş, təcrübəli biri kimi davranmaq. Halbuki bir dənə özünü boş buraxsa, bir dənə xamlığınla barışa bilsə, bir dənə bunu eləyə bilsə nələr olar. Günəşi içinə çəkər, sinəsinə doldurub genişləyər, vaxtı da gələndə qıpqırmızı qızarar. Qidalanacaq, öyrənəcək, həm də ki, cəmiyyət içində öz yaşıllığınla qəbul görəcək. Yox, beyninə qoyub ki, illa da olmuş biri kimi davranacaq. Amma bir dənə kaş ki bilsək ki, bu inadkarlığın əlindən həmişə xam qalacaq, həmişə yamyaşıl qalacaq. Bu sizə hardansa tanış gəlir. Yox deyənlərin də içində balaca bir pomidor olduğuna əminəm. Kimsə bizi yaxşı tanısın, cool görsənək, dəyər görək deyə zaman-zaman dərdən qabaqdan çıxırıq. Halbuki siz nələri idarə edə bilmərik? Gələcəyi, insanların bizim haqqımızda orada-burada danışdıqlarını, bizim haqqımızda fikirlərini, hava şəraitini, Azərbaycan futbol yığmasını və s. İdarə edə biləcəyimiz tək şey qızarmaq üçün özünə icazə verən pomidor olmağı seçmək və günəşi görəndə cəsarətlə qabağa durmaqdır. İnkişaf eləməyin, pişməyin, yetişməyin, təcrübə əldə etməyin, olmağın başqa bir yolu yoxdur. Bəlkə də məsələ yetişmək, qızarmaq, pişmək də deyil. Sadəcə günəşdən zövq almaqdır. Günəşiniz bol olsun.